Gününüz nura boyansın. Çox hörmətli ANSMB mediasının izləyiciləri. Sizlərlə yenə də ANSMB tribunası verilişinin günün icmalı rubrikasındayıq. Azəri Neytral Sərt Millətseverlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilər, öncə hər birinizi faşizm üzərində tarixi qələbənin 80 illiyi münasibəti ilə həm ANSMB təşkilatının adından, həm də öz adımdan ürəkdən təbrik edirəm. Dünyamıza, ölkəmizə isə dinclik, əmin-əmanlıq, sülh və firavanlıq arzulayıram. Təbii ki, indi də günün xəbər icmalının qısa xülasəsinin təqdim olunma vaxtıdır. Ona görə də anonsları dinləyin. Beləliklə, anonslar. Kim var, kim yox? Qələbə paradına dair məlumat ANSMB tribunasından veriləcək. Ukrayna səfiri Almaniyada nə etdi? Onun sorağını ANSMB tribunasından alacaqsınız. Kuba prezidentini Moskvada kim, hara və niyə apardı? Fakta dair xəbəri ANSMB tribunasından eşidəcəksiniz. İordaniya vadisində nə baş verdi? Hadisənin təfərrüatları ANSMB tribunasından açıqlanacaq. Cəhənnəmin qapılarını kim kimlərin üzünə açacaq? Sualın cavabını ANSMB tribunasından alacaqsınız. Hərbi qulluqçunu nədən ötürü və necə tənbih etdilər? Məlumata dair detalları ANSMB tribunasından eşidəcəksiniz. Putin kimi aldatdı? Prezidentin fərasətinə dair faktlar barədə ANSMB tribunasından danışılacaq. Yeni hərbi tribunal onu kimlər, nə vaxt, harada yaradır? Bu barədə şok xəbər ANSMB tribunasından veriləcək. Özbəkistan su altında fəlakətə dair ANSMB tribunasından məlumat veriləcək. Yeni papa kimdir? Onu sizə ANSMB tribunasından tanıdacağıq. İndi isə təfərrüatlara keçirik. Paradda iştirak edən qonaqlar artıq Moskvadadılar. Həyət təmizləyicilərini isə durbin verərək binaların damlarına göndəriblər ki, baxsınlar görək, səmada Ukrayna dronları var, yoxsa yox. Demək olar ki, başlıca qonaqlar gəliblər və onlara nə Ukraynanın havada uçan zərbə dronları mane olub, nə də ki, hava limanlarının müvəqqəti olaraq bağlanılması. Çinin dövlət başçısı Xi Jinping'in qarşılanması üçün Vnukovo hava limanının uçuş meydançasındaca kiçik parad təşkil edilib. Qeyd eləyək ki, Çin Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndən sonra onun başlıca neft və qaz alıcısıdır və bununla da rəsmi Moskvaya sanksiyaların yaratdığı məhrumiyyətlərə qalib gəlməkdə köməklik göstərir. Moskvaya uçub gələn növbəti mötəbər qonaq isə Braziliya prezidenti Lula da Silva'dır. Eləcə də Rusiyaya Kongo, Kuba, Venezuela, Monqolistan və Serbiyanın dövlət başçıları da gəliblər. Yeri gəlmişkən sadaladığımız dövlət başçılarının içərisində sonuncusu Moskvaya uçmaqdan ötürü öz təyyarəsini Bakıda yerə endirməli olub. Belə ki, Pribaltik ölkələri ona öz hava məkanlarından istifadə eləməyə icazə verməyiblər. Slovakiyanın baş naziri Fico isə Pribaltika ölkələrini onun Moskvaya səfərinin baş tutmasına mane olduqlarına görə kəskin tənqid eləyib. Xatırladaq ki, paradda Azərbaycanın prezidenti, Laosun dövlət başçısı və Hindistanın baş naziri iştirak etmirlər. Növbəti məlumatımız, hörmətli izləyicilər, Almaniyadan gəlib, onu təqdim eləyirik. Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev 2-ci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak eləyərək Alman siyasətçilərinin çıxışlarını dinləyib. O, jurnalistlərə müsahibəsində bildirib.
ən başlıcası odur ki, bütün çıxışlarda Ukraynadan bəhs edildi. Bu, Almaniyada bugünkü ictimai müzakirənin çox vacib ünsürüdür. Bu, bizim o məqsədlə apardığımız işin nəticəsidir ki, Almaniya öz tarixini daha yaxşı bilsin və öz tarixinə, İkinci Dünya müharibəsinə heç də Rusiyanın baxış bucağından baxmasın. Qeyd eləyək ki, səfir Aleksey Makeyev Noye Vaxe Memorial kompleksinə Berlin şəhərinin meri Kai Wernerin müşayiəti ilə əklil də qoyub. Xatırladaq ki, Tergartendə Bundestagdan 100 metrlik məsafədə yerləşən Sovet əskərinin şərəfinə qoyulmuş abidənin qarşısında əllərində Ukraynanın bayrağı olan fəallar da diqqəti cəlb eləyib. Onlar həm 80 il əvvəlki müharibədə, həm də Rusiyanın apardığı hazırki təcavüzkar müharibədə ölən Ukraynalı əskərlərin adlarını oxuyublar. Növbəti məlumatımız isə Moskva şəhəri ilə bağlıdır, onu təqdim eləyirik. Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli paradda iştirak eləmək üçün Rusiya paytaxtına gələn Kuba prezidenti Miguel Diaz, Moskva meri Sergey Sobyaninin müşayiəti ilə Moskviç avtomobillərinin istehsal edildiyi zavodda olub. Mötəbər qonaq istehsal prosesi ilə tanış edilib. Ona Kuba və Rusiya arasında mövcud olan tarixi dostluq münasibətlərinə dair məlumatlar verilib. Zavod kollektivi ilə görüş səmimi atmosferdə keçib. Kuba prezidenti öz çıxışında bildirib ki, Moskviç avtomobili Kubada çox məşhurdur. Bu, xüsusilə onun 60, 70 və 80-ci il buraxılışlarına aiddir. Növbəti məlumatlarımız İsraildən gəlib, onları təqdim eləyirik. İsrailin Nariya radiosunun verdiyi məlumata görə 9 mayda gecə yarısı İordaniya vadisində daş hücumu olması barədə məlumat daxil olub və İsrail dövlət nömrə nişanlı nəqliyyat vasitələri hücuma məruz qalıb. İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, nəticədə kiçik yaşlı oğlan uşağı xəsarət alıb. Hadisə yerində ona bütün zəruri yardım göstərilib. Hadisə barədə məlumat alan İsrail Təhlükəsizlik Qüvvələri dərhal hadisə yerinə yollanıb və hücum edən şəxslərin axtarışına başlayıb. İranlı dayıdan cəhənnəm vədi. İran informasiya agentliklərinin yaydığı videoda ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun başçısı Hüseyn Salami xəbərdarlıq eləyib ki, Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən edilən istənilən hücum onların üzünə cəhənnəmin qapılarını açacaq. Bu, Siyonist və Amerikan hakimiyyətinə ciddi xəbərdarlıqdır. Əgər siz lap kiçik də olsa səhv etsəniz, biz sizin üzünüzə cəhənnəmin qapılarını açacağıq. İsrail Müdafiə Ordusunun rəhbərliyi yaydığı videoda Yerusəlimdəki Əl-Əsxa məscidini partlatmağa çağırış eləyən ehtiyatdan çağırılmış hərbiçini rəsmi töhmət verilməklə xidmətdən kənarlaşdırıb. Qeyd edilib ki, İsrail Müdafiə Ordusu bu kimi çağırışları İsrail Müdafiə Ordusunun dəyərlərinə zidd hərəkət hesab eləyir və onu törədənləri qanunun bütün ciddiliyi ilə cəzalandırır. Növbəti məlumatımız Putinə aiddir, onu təqdim eləyirik. Almaniya prezidenti Vladimir Putini yalan danışmaqda və həqiqəti təhrif etməkdə günahlandırıb. O hesab eləyir ki, Kreml Qızıl Ordunun 2-ci Dünya müharibəsindəki şücaətlərindən təbliğatdan ötürü istifadə eləyir. Prezident Steinmeier tez-tez xatırladıb ki, Ukraynadakı müharibənin milliyyətçi rejimə qarşı mübarizə ilə heç bir əlaqəsi yoxdur. O deyib, biz hətta bilirik ki, Rusların, Ukraynalıların, Belarusların vuruşduğu Qızıl Ordu hansı töhfələri verib. Bu əskərlərdən ən azı 10 milyonu və neçə-neçə də dinc sakin həlak olub. Qızıl Ordu Osvensim'i azad eləyib
və biz bütün bunları unutmuruq və elə ona görə də biz bugün qətiyyətlə Kremlin tarixi yalanına qarşı çıxırıq. Hətta Moskvada keçirilən Qələbə bayramında yenidən bəyan ediləcək olsa belə. Ukrayna əleyhinə aparılan müharibə faşizmlə mübarizənin davamı deyil. Putinin təcavüzkar müharibəsini, onun azad, demokratik ölkə əleyhinə apardığı kampaniyanı İkinci Dünya müharibəsində milliyyətçi rejimə qarşı mübarizə ilə ümumi heç nə bağlamır. Növbəti məlumatımız Avropa Şurasıdan bağlıdır. Onu təqdim edirik. Amerika Birləşmiş Ştatları Avropa Şurasının təşəbbüsü ilə Putini mühakimə etmək üçün hərbi tribunalın yaradılması prosesində öz iştirakını dayandırıb və bu Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının Putinə etdiyi 10-a yaxın güzəştdən biridir. Bu barədə Polşanın Xarici İşlər Nazirliyinin rəhbəri Sikorski məlumat verib. Növbəti bir məlumatımız da var, xəbərimiz də var, hörmətli izləyicilər. İndi onu təqdim edirik. Bu xəbər Özbəkistandan gəlib. Özbəkistanda fövqəladə hal kütləvi miqyas alıb. Hazırda yaranmış vəziyyətin nəticələri aradan qaldırılır. Kun-Uz nəşri hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, su basma nəticəsində 566 ev su altında qalıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə isə 30 evin daxilinə, 70 evin isə həyət yanı sahəsinə düşüb su. Fövqəladə halın səbəbi isə Cənubi Fərqanə kanalında su səviyyəsinin artması olub. Qəza barədə məlumat aldıqdan dərhal sonra İrriqasiya Sistemləri İdarəsi tərəfindən suyun verilməsi operativ surətdə kəsilib. Qeyd eləyək ki, su basma Andijan vilayətinin Bulaqbaşı rayonuna aiddir. Nəhayət, sonuncu xəbərimizi təqdim edirik, hörmətli izləyicilər, dinləyin. 4 səsvermə turundan sonra nəhayət ki, Roma papası seçildi. O, Chicago'da doğulmuş Robert Francis Preva'dır. Robert Francis Preva Şir ismini qəbul edərək yeni papa olub. O, özünün ilk çıxışında möminləri sülhə nail olmaqdan ötürü dialoq körpüsü qurmağa çağırıb. Papa beynəlxalq münaqişə vəziyyətlərində yekdilliyin və mərhəmətin vacib olduğunu qeyd edib. Beləliklə, hörmətli izləyicilər, günün xəbər icmalı bax burada yekunlaşdı. İnşallah növbəti verilişlərdə yenə görüşərik. Hələliksə sağ olun, salamat qalın.